Yəni, bismillah. Dedik ki, keçən dəfə danışdıq. Deməli, Cəbrail əleyhissalam soruşur ki, ey Muhammed, mənə İslam haqqında xəbər ver. Və İslamın tərifini də yazdırdıq və Muhammed sallallahu aleyhi və səlləmin deməli, cavabını da dedik ki, hansı ki, şəhadət gətirmək, Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına şəhadət gətirmək və Allah nəbisi Muhammed sallallahu aleyhi və səlləm onun Rasulü olduğuna şəhadət gətirməyi və sonra cavab verir ki, davam edir ki, və tuqimus-salah və tuqiməs-salah və tu'tiyəz-zəkah və təsumə Ramazana və tuhuccəl beytə in istata'tə ileyhi səbilə və namaz qılmaq, oruç tutmaq, zəkat vermək və gücün çatdığın halda həccə getməkdir. Və əziz qardaşlar, yəni inşallah hələlik müəyyən bir səviyyəyə çatana qədər bu məlumatları sizə pərakəndə şəkildə yazdıracağım. Ola bilər ki, bir məlumat qıraqdan olsun, o birisi məlumat başqa yerdən olsun. Yəni, əsas odur ki, bu mucməl olan şeyləri, ümumi olan şeyləri yadda saxlamaq. Ondan sonra inşallah Allah subhanahu taala nəsib eləyərsə, digər kitablara, digər mövzulara keçəndə əhatəli keçəcəyik Allahın izni ilə. Birinci növbədə onu xatırlatmaq istəyirəm ki, bax elə biz dedik ki, keçən dəfə hədis, Cəbrail hədisi. Elə mövzu da bunun ətrafında davam eləyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləmlə rəvayət olunan yəni, hədisdir. Ümumiyyətlə, soruşmaq istəyirəm ki, bəlkə hansınızsa məlumatı ola. Hədis nə deməkdir? Bax, kimsə gəlirsə deyir ki, qardaşlar, hədis danışaq, hədis oxuyaq, hədis elmi. Yəni, nə bilirsiniz bu barədə? Hədis nə deməkdir? Kim cavab verir? Hədis, mən cavab verə bilərəm inşallah. Bəli, buyur. Hədis elmi, hədis özü bir vəhdir. Sadəcə olaraq Quranda deyil, Allah Rasulü sallallahu aleyhi ve sellem dediyi sözlər deyil və onun etdiyi əmrlər. Sünnədir, dediyi sözlər də hədisdir, yəni Allahın əmri ilə dediyi sözlər. Aha. Əmrləri və qadağalar. Bəli, əhsənt. Var mı yenə? Əlavə eləmək istəyən var? Pərvin qardaş, var mı səndə nəsə? Məndə də o elə həmən şeydir. Yəni onun dediyi, bir də orada bir şey var, razı qaldığı. Razı qaldığı əməllər. Yaxşı, inşallah bunu indi deyirəm. Qrupa da bunu yazıb göndərəcəm. Nələri ki, qardaşlar, qrupa yazıb göndərirəmsə, o tələb olunacaq əzbər kimi. Yaxşı. Bacaran ərəbcəsini əzbərləsin, bacarmayan isə, yəni kim ki işləri çoxdur, şeylə bir çatdıra bilmir, ən azından Azərbaycancasını əzbərləsin. Tamam? Çünki biz müsəlman olaraq, yəni bizə yaraşmaz ki, bu şeylərdən qafil olaq. Çünki kimsə gəl soruşsa ki, qardaş, yəni əhl-i sünnəsiz, hədis əhlisiz, hədis nə deməkdir deyəndə gəl ona cavab verək biz. Deməli, hədis budur, qardaşlar. Huvə ma udifə ilən nəbi sallallahu aleyhi və səlləm min qavlin əv fi'lin əv təqrir. Deməli, Allah nəbisi sallallahu aleyhi və səlləmə izafə olunan şeydir. İzafə olunan nədir? Yəni yönəldilən. Yəni, Allah Rasulü dedi, Allah Rasulundan belə eşitdik, Allah Rasulü belə dedi, belə etdi. Allah Rasulundan nisbət olunan udifə ilə nəbi sallallahu aleyhi və səlləm min qavlin, yəni ya Allah Rasulü sallallahu aleyhi və səlləm onu deyib. Məsələn, deyib ki, belə eləyin, əmr eləyib və yaxud da ki, qadağanlardan çəkindirib. Və yaxud da fi'l, yəni Allah nəbisi sallallahu aleyhi və səlləm, sahabə deyir ki, gördüm ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə elədi. Bu da hədis sayılır. Və yaxud da ki, təqrir. Təqrir nədir? Məsələn, Allah Rasulü sallallahu aleyhi və səlləm sahabə görür, məsəl üçün, filan əməl eləyir. Məsələn, Allah Rasulü onu deməyib sahabələrine ki, belə eləyin. Sahabə də onu görür və təqrir eləyir, yəni iqrar eləyir onun etdiyi feili, əməli. Yəni susur, heç də demir. Ya demir ki, eləmə, yəni ondan çəkindirmir, qadağan eləmir. Və bu da həmçinin nədən sayılır? Sünnədən sayılır. Doğrusunu Allah bilir, bu da hədis sayılır. Deməli, fikir verin, ona bir misal olaraq, məsələn, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm yadınızdadırsa o rəvayət, Bilal radiyallahu anhun rəvayəti. Hansı ki, deyir ki, sən deyir, cənnətdə ayaq səslərini eşitdin və belə bir rəvayət var. Yəni, hansı əməldir səni bu önə keçirdən? Bilal radiyallahu anh deyir ki, hər dəstəmaz alandan sonra 2 rükət namaz qılıram. Hər dəstəmaz alandan sonra 2 rükət namaz qılıram. Fikir verin, Allah nəbisi sallallahu aleyhi və səlləm bunu iqrar elədi. Yəni, etiraz eləmədi buna. Və bundan başqa da, yəni, rəvayətlər çoxdur. Yəni, ümumi olaraq yadda saxlayın ki, yəni, iqrar nə deməkdir? Allah Rasulü sallallahu aleyhi və səlləm onu görür və təsdiq eləyir, heç nə demir. Bu da hədisdən sayılır. Və bəzi alimlər burada əlavə eləyiblər, qardaşlar, yəni, sifətül xilqiyyə və xulqiyyə. Xilqiyyə, yəni Allah Rasulü sallallahu aleyhi və səlləm əxlaqınla bağlı olan şeylər.
Xulqiyyə də xilqiyyə yaradılışla bağlı olan şeylərdir. Xulqiyyə əxlaqla bağlı olan şeylər. Məsələn, Allah Rəsulü sallallahu əleyhi və səlləm gəlib ki, sirada şəkli şəmalı bu cür idi. Yəni onu da alimlər hədisdən sayırlar. Və həmçinin əxlaqi qaydalar, əxlaqı necə idi, necə davranardı sahabelərlə, insanlarla. Və bunu da hədisə salırlar ki, yəni bu da hədisdir. Doğrusunu Allah bilir. Yəni ümumi cəm eləyəsi olsaq, hədis nə idi? Deməli, Allah Rəsuluna izafə olunan sözü, əməli və təqriri. Təqriri də bildik nə deməkdir. Yəni görür, etiraz eləmir. Əxlaqi deməli əməlləri və onun xilqiyyəsi, yəni yaradılışı. Yəni hədis bu deməkdir. Bunu inşallah yazıb qrupa göndərəcəm. Və sonra deməli bir dənə də istəyirəm ki, tərifi yazarsınız inşallah. Bunu da soruşarıq Allah Taala'nın izni ilə. Baxın, Peyğəmbər sallallahu əleyhi və səlləm, mən istəyirəm ki, qardaşlar, baxın, bu ən çox işlənilən bu dini terminlər var. Məsələn, İslam işlədirik, iman işlədirik, onu da yazdıracağıq inşallah. Tövhiddir, şirkdir, bunları biləsiniz. Ondan sonra Peyğəmbər nə deməkdir, Nəbi nə deməkdir, bunların arasındakı fərqlər nələrdir? Ondan sonra hədisin tərifi nədir, səhabə nə deməkdir? Bu şeyləri bilmək yaxşıdır. Çünki bir də görsən, yəni kimsə soruşmasa belə, yəni bunu bilməlisən yəni. Bunu bilməlisən və övladlarınıza öyrətmək lazımdır bu şeyləri. Ki bir də görsən hədis danışdığın yerdə biri kəsi soruşsa ki, qardaş, sahabə nədir? Nə cavab verəsiniz? Bax indi oturmuşam sizin yanınızda. Siz qardaşlarım danışırsınız ki, sahabelər belə. İndi sual verirəm ki, qardaşlar, sahabə nədir? Kim deyər? Sahabə ola deyim. Buyur. Allah Rasulunu görüb ona iman gətirənlərdir. Bu bir. Başqa kimdə nə var? Allah Resulü sallallahu aleyhi ve sellem zamanında yaşamış ve onu görüp eşitmiş Müslümanlar. Bu da iki. Sonra? Var mı kimdə nəsə başqa qardaşlar? Aktiv olun, deyin, narahat olmayın. Səhv də olsa elhamdülillah düzəldəcəyik. Səhv eləməkdən qorxmayın yəni. Elhamdülillah. Bu elə bir məsələlərdir ki, yəni elə məsələlər var ki, orada bəli, səhv eləməyə yer yoxdur. Yəni o sualı verməyin də yoxdur. Məsələn, elə məsələlər var ki, qədər məsələlərində, o şirk məsələlərində, etiqad məsələlərində, o məsələdə öyrədən insanın bilməyən adama sual verməsin, yəni əslində bu hikmətsizdir. Çünki o adam bilməyə cavab versə küfrə düşə bilər. Amma bu elə məsələdir ki, eyib etməz. Nə bilirsinizsə, nə eşitmisinizsə, ondan din gəlsin inşallah. Narahat olmayın. Səhv olacaq, əlhamdülillah düzəldəcəyik. Allah Rəsuluna yol gedirəm və onun öğrenciləri mən elə başa düşürəm. Aha. Sonra? Ulan qardaş, bir sual verim mən. Buyurun qardaş. Bilgimə görə o, yəni lüğəti mənasında məsələn dost və ya da yaxın bir insan sözü var. Yəni sahabə sözünün lüğəti mənasında tam olaraq onu bilmirəm. Yaxın və dost. Bəli, sohbə sözündəndir. Yəni yoldaşlıq deməkdir. Sohbət sözündən yoldaşlıq mənasında lüğəti cəhətdən. Mən soruşuram əsas şəri cəhətdən. Şəri cəhətdən sahabənin tərifi nədir? Yəni, kimlərə deyirlər sahabə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə yəni müxtəlif cür insanlar olubdu. Münafiqi də var idi. Yəni məsələn bir insan necə ayıra bilər münafiqlə sahabəni? Yəni orada mütləqdir ki, bir dənə tərif olmalıdır ki, sən münafiqlə sahabəni ayırasan. Qəlbən iman gətirmək deyə bilərik. Məsələn, qəlbən iman gətirir, dillə təsdiq və əməllə onu göstərir. Yəni münafiqlərdə yəni dildən var, əməldən var, lakin qəlbdə olmur. Çünki onlar yəni münafiqdir. Məsələn, sahabələrə deyə bilər ki, onlar həm qəlbən iman gətirmişlər, həm dillə təsdiq edirlər, həm də əməllə göstərirdilər. Yaxşı. Gəlin belə gedək. Ki həm maraqlı olsun, həm də yadda qalınsın da. Bəzən görsən qayda ilə deyirsən, müəyyən bir müddətdən sonra yaddan çıxır. Amma belə sual-cavabla olanda inşallah yadda qalmağa da fayda olur. Bax məsələn mən desəm ki, qardaşlar mən iddia edirəm ki, sahabə Allah Rasulunu görəndir. Məni təsdiqləyirsiniz bu barədə? Yəni görmək şərtləri də orada Muhammed Rasulullah şərtlərini qəbul etməsi var orada. Yəni sən nəzərdə tutursan ki, iman eləməlidir, düzdürmü? O Allah Rasul olmağına. Həm iman eləməlidir, həm də təsdiq eləməlidir. Yəni iman elə təsdiq deməkdir. Və tabi olmalıdır. Tamam. O dediklərini doğru şəkildə də bizə çatdırmalıdır. Yox, onu saxla. O dediklərini çatdırmaq saxla. Çünki oradan 1000 dənə məsələ çıxar. Yaxşı, dedin ki, görməlidir və iman eləməlidir. Yaxşı. Deyirəm ki, yaxşı. Mən Allah Rasulü sallallahu əleyhi və səlləm yuxuda görmüşəm və iman eləmişəm Allahın Rasuluna. Sahabəyəm mən. Yox, birbaşa görmək var orada. Canlı olaraq. Ay sağ ol. Canlı görmək. Birinci şərti getdi. Mən ra'ən nəbiyyə sallallahu aleyhi və səlləm. Kim Allah Rasulunu görərsə. Görmək orada, yəni gözlə söhbət gedir. Yəni onun vaxtında olmaqdan söhbət gedir. Yaxşı, ikinci şərtə getdi. Və mu'minən bihi və neyniyərsə,
ona iman eləyərsə, yəni onun Allahın Rasulunun olduğuna iman eləyərsə. Mən rə'an nəbiyyə sallallahu əleyhi və səlləm və mu'minən bihi. Kim Allah Rasulunu görərsə və iman eləyərsə. Sonra başqa nəsə varmı? Başqa. Çünki elə adamlar olub ki, onu görüblər, iman da eləyiblər. Amma Allah Taala hidayəti üstündən qaldırıbdı. Yəni o iman üstündə ölməyiblər. O da sahabədir. Yox, gətirdiyi şəriətə tabe olmalıdır. Tabe olubdu da vaxtı ilə. Vaxtı ilə tabe olub. Amma sonra elə olub ki, yəni Allahın təqdiridir də, yəni azıb məsələn. Yəni ondan sonra sahabə oldu da, qardaşım. O vaxtda ki, mən sahabə sayıram. Çünki yəni bu gətirdiklərini inkar edən sonra və ya təşkildən sonra yəni sahabə yəni o cümlədən deyib düşür da. Yəni onlar kimi sahabədir. Ondan sonra sahabə olmur. Hə. Məsəl üçün mən bildiyimə görə məsəl üçün Mirac hadisəsində Allah Rəsulü sallallahu əleyhi və səlləm onu yəni insanlar danışıb, yəni oradakı Məkkəli müşriklər onu yalanlamaq istədilər də. Yəni necə gedib oralara görüb. Yəni eşitdiyimə görə orada bəzi yəni insanlar olur ki, yəni şübhəyə düşürlər, orada yəni dindən dönürlər. Yəni ona kimi sahabələr deyil. Ondan sonra artıq yəni o yəni inşaatdan görə artıq yəni sahabə İslam sonradan götürülür. Yaxşı, demək olarmı ki, məsələn, bir nəfər gəldi, Allah Rasulunu gördü, iman elədi ona, amma o imandan döndü. Onu demək olar ki, əvvəli sahabə olub bunun. Necə? İman gətirib, müsəlman kimi iman gətirib elə də ölənlərdir sahabələr. Ay, sağ ol. O dövrdə iman gətirib elə də ölməlidir ki, sahabə sayılsın. Ay, sağ ol. Yəni ona görə alimlər indi bura diqqət edin qardaşlar. Sahabənin ümumi tərifi. Mən rə'an nəbiyyə sallallahu aleyhi və səlləm mu'minən bihi və mətə alə zəlik. Bu birinci tərif. İndi deyəcəm niyə görə iki tərif qoyublar alimlər. Sonra ikinci tərifdə gəlir ki, mən rə'an nəbiyyə sallallahu aleyhi və səlləm və mu'minən bihi və mətə aləl İslam. Fikir ver. Birincidə gəldi ki, və mətə alə zəlik. Bunun üzərinə ölən. Sonra dedi ki, ikinci tərifdə isə və mətə aləl İslam. İslam üzərində ölən. Fərq nədir? Fərq odur ki, bəzi alimlər, hansı ki sahabələrdən bəziləri olub ki, hətta, yəni vallahi aləm o sahabənin adı yadımda deyil. Rastlaşsam inşallah qrupa atacağam. Vaxtı ilə vəhiy katiblərindən biri olubdu. Vəhiy katib olub. Allah Taala'nın o ayəsi nazil olanda ki, Allah Taala buyurur ki, biz insanı sudan yaratdıq, sonra onu nütfədən yaratdıq, sonra onu yəni müəyyən müddət ana bətnində saxladıq, sonra onu ət parçasına çevirdik, sonra sümük ət geyindirdik və s. O yaradılış prosesindən danışır Allah Taala və bunu yazan sahabə çox ibrətamiz bir qissədir. Bunu yazan sahabə bunu yaza öz ağlında fikirləşir ki, fətəbarakallahu əhsanul xaliqin. Yəni bunu eləyən Allah yaradanların ən gözəlidir. Bu öz-özündə fikirləşir. Və ayənin axırında gələndə Allah Rasulü deyir ki, yaz. Yəni vəhiy gəlir axı, yaz. Fətəbarakallahu əhsanul xaliqin. Şübhəyə düşür subhanallah. Deyir ki, mənim dediyimi dedi. Mənim dediyimi dedi. Şübhəyə düşür, İslamdan çıxır. Və sonra Peyğəmbər sallallahu əleyhi və səlləm dünyasını dəyişəndən sonra tabeinlərin dönəmində təzədən iman gətirib ölür. Tövbə eləyir. Fikir verin indi qardaşlar. Alimlərdən bəziləri bu adamın sahabə olub olmaması barəsində ixtilaf ediblər. Bax, həmin gətirdiyim iki dənə məsələyə görə. Bəzi alimlər deyirlər ki, bu adam sahabədir. Niyə görə? O tərifə görə ki, Allah Rasulunu görüb, görüşüb, iman eləyib və İslam üzərə ölüb. Bu sahabədir. O birisi digər alimlər isə deyirlər ki, digər tərifi gətirənlər, yox, nə sahabə? Sahabə odur ki, o imanın üstündə ölməlidir. Yəni dinə girib çıxmamalıdır. Yəni çıxıb girməməlidir. Aydındır? Və mətə alə zəlik, yəni o iman üzərinə ölməlidir. Çıxıb girməməlidir. Və ona görə də o alimlər deyirlər ki, həmən adam sahabə yox, muxadramdır. Muxadram. Yəni tabeinlə sahabənin ortasıdır. Nə tabeindir, nə sahabədir. Ona görə də inşallah o iki dənə tərifin ikisini də yazıb göndərəcəm qrupa. Yaxşı. Sadəcə bu həmən təriflərin tətbiqatını da sizə fayda kimi zikr elədim ki, o həmən adamın başına gələnləri. Ki bəzi alimlər deyirlər ki, sahabədir, bəzi alimlər deyirlər ki, yox, o adam muxadramdır. Muxadramda, yəni sahabə ilə tabiinin ortası. Alə kulli həl, hər bir Allah, yəni yadda saxlayın ki, sahabə nə deməkdir? Allah Rasulunu görən, görüşən və bu iman üzərinə, ona iman edən və bu iman üzərinə ölən. Yaxşı mı? Tamam. Qardaşlar, aydın oldu mu?
Aydın oldu qardaş. Hə, Allah razı olsun. Bəli, mikrofonu bağlamışıq, ona görə cavab verərsiniz. Hə, əlhəmdülillah. Yaxşı. İndi inşallah deməli biz İslamın tərifində dedik ki, el-istislamu lehu bit-tevhid. Tövhidin neçə növü var? Kim deyər? Buyur. Deyim. Aha. 3 növ var. Aha. Rububiyyət, uluhiyyət, ad və sifətlər. Mən birinci nə dedim qardaş? Sahabənin tərifini dedim qrupa. Rububiyyət. Yox. Sahabənin tərifini dedim ki, qrupa atacağam. Ondan qabaqki hansı məsələni müzakirə elədik biz? Hədisin tərifi. Aysa hədisin tərifi. Əla. Tərifi. Hə, dedin ki, uluhiyyət, rububiyyət, ad və sifət, eləmi? Bəli. Tövhid nədir ümumiyyətlə? Təkləşdirmək. Dəyərləşdirmək. İbadətdə. İbadətə dəyərləşdirmək. Yəni tək ibadətdəmi? Yox, bütün işlərdə. Allahın bütün işlərində Allah təkləşdirmək. Hə. Yaxşı. Məsələn, mən desəm ki, dedin ki, tövhid rububiyyə, eləmi? Birincisi. Nə deməkdir rububiyyə? İbadəti yalnız Allah'a etmək. Qardaş dedi ki, ibadəti yalnız Allah'a etmək. Sonra kimdən? Onlar deyir. Buyur qardaş. Rububiyyət tövhidi Allah Subhanahu wa Ta'ala'nın əməllərində Allahı təşəkkürlərsən, yəni Allahın feillərində Allahı təşəkkürsən, rububiyyət tövhidini Allahı təşəkkürsə bilər. Məsəl üçün, misal deyim, mən yanlışını anlamaq üçün tutmam, yəni bu rububiyyət tövhidi, yəni Allahın feilləridir. Burada eğer Allahı təkləşdirsə, rububiyyət demək Allah təkləşdirmiş olaraq. Ha. Yalan. Aydın oldu. Yəni rububiyyə nədir deyirdikdə cavab verirsiniz ki, bax, ifradullahi bi əf'alihi. Yəni Allah Taalanı Allahın öz işlərində təkləşdirmək. Bunu da yazacağam inşallah. Tövhidin növləri. Yaxşı, mən desəm ki, qardaşlar, mən iqrar eləyirəm ki, Allah Taala yaradandır, ruzu verəndir, öldürən dirildəndir. Bu sözümlə mən müsəlman oluram yoxsa yox? Oluramsa niyə, olmuramsa niyə? Kim deyər? Öz əməllərini təkləşdirmək lazımdır. Deməli, uluhiyyət tövhidini iqrar etmək lazımdır. Rububiyyəti məsələn üçün müşriklər edirdilər, rububiyyəti o ayə var idi Quran kitabındakı, yəni yerlərin göylərin yaradan Allah olduğu iqrar edirdilər. Lakin uluhiyyətlərində problem var idi. Yəni bir insan da rububiyyəti qəbul edirsə, məsəl üçün deyir ki, Allah təşkil hər şeyi Allah yaradır. Lakin uluhiyyətində əgər bir problem varsa, bu biraz yəni onu deməli əsl müsəlman deyil məncə. Çünki rububiyyət olduğu kimi uluhiyyət də olmalıdır. Razılaşırsınız qardaşlar? Qardaşlar razılaşırsınız? Mən də bildiyim qədər gələk üçünü də təsdiq edirəm. İlham qardaş, mən sizə bir sual verirəm. Mən bibim oğlu var. O da ibadətdir. Bu misal da bibim oğlu, başqa bir bibim oğlu da var. Ama mən burada şey desəm problem yoxdur ki. Olar, problem yoxdur. Hansı rayondandır? Mingəçevirdəndir. Gülöşəlik də belə götürən dərsini, mən Mingəçevirdə böyümüşəm. Hə, sağ olun, inşallah problem yoxdur. Bunda mən indi ona göndərim dərsə əmplasını da. Yaxşı, inşallah. Qardaş dedi ki, rububiyyəni qəbul etsən müsəlman olmursan. Mütləq uluhiyyəni də iqrar etməlisən. Razılaşırsınız buradan yoxsa? Əsma güclər, o da qaçdı. Üçüncü tövhiddən ad və sifətlər, onu cavab vermək lazımdır. Yaxşı. Qardaşla razısınız, digər qardaşlar. Pərvin qardaş, razısınız qardaşla? Yəni mən desəm ki, yeri göy yaradan Allahdır. Bəs eləmir ki, bu müsəlman olum mən. Başqa insan lazımdır ki. Orada imanın şərtləri var. Yox, iman məsələsinə girmə. Mən iman eləyirəm da. Yəni iman eləyirəm ki, Allah yaradandır. Ruzu verəndir. Hə. Ondan üçün bütün hər bir şeyinə təslimiyyət lazımdır. Nəyə? Nəyə təslimiyyət lazımdır? Allahın tövhidinə. Yəni bütün qismin üçünə də. Deyin də, deyin, çıxardın. İçinizdə nə varsa, bax illərdir qardaşların yanındasınız, tələbələr anlatdırırsınız, maşallah. Deyin də o içindəkiləri çıxartın. Yəni nə bilirsən, deyən. Əlbəttə ki, yəni
zəm deyirlər buna, zəm elə. Yəni dirəş. Deyirlər ki, qardaş, yox, nə müsəlman olmaq. Rububiyyə tövhidini qəbul etmək insanı İslam'a daxil eləmir. Çünki eləsəydi Məkkə müşrikləri müsəlman olardılar. Çünki onlardan Allah Teala Quran-Kərimdə ki: "Və la in sa'altahum men xalaqas semawati vel ard la yaqulunallah." Onlardan sorsan ki, yer göy kim yaradıb? Onlar mütləq və mütləq deyəcəklər ki, Allah. Ha? Bunlar Allahın yaradan olduğunu isbat eləyirlərsə, yaxşı niyə müşrik oldular? Ona görə ki, onlar ibadətdə Allaha şərik qoşurdular. Onlar ibadətdə Allaha şərik, Allahdan qeyrislərinə ibadət edirdilər. Onlar deyirdilər ki, biz bunlara ibadət eləmirik. Bunlar bizim Allah yanında şəfaətçilərimizdir. Necə ki, bugünkü şiələrin dedikləri kimi. Allahın müstəhan. Yəni bunu deyin, arxasında durun sözünüzün. Əlbəttə ki, rububiyyəni bilmək adamı İslam'a daxilləmir. Eləsəydi əgər, onda Məkkə müşrikləri mömin olardılar. Aydındır, insan mütləq Allahdan qeyrisinə. Baxın, elə Quran başdan ayağa uluhiyyə tövhidinə çağırır insanı. Başdan ayağa. "Və mə xalaqtul cinne vel ins illə liya'budun." İllə Muhammed ibn Abdülvahhab deyir ki, illə liyuvahhidun. İbn Abbas radiyallahu anh deyir ki, harda ibadət kəlməsi gəlirsə Quranda, mənə ibadət edin. Hə? Orada Allahı təkləşdirmək mənasında gəlir. Aydındır? Yəni tək olaraq mənə ibadət edin deməkdir. Çünki Yahudisi də ibadət elədiyini zənn eləyir. Ondan sonra digər xristiyan da deyir ki, mən ibadət edirəm. Amma bu Allah Taala'nın istədiyi ibadətdirmi? Əlbəttə ki, xeyr. Allah Taala'nın istədiyi ibadət nədir? İxlaslı bir şəkildə və tövhid üzərinə Allaha ibadət eləməyimizdir. Ona görə də kimsə sizdən sorsa ki, rububiyyəni bilmək bəs eləyirmi? Deyirsən ki, xeyr. İnsan gərək Allah Taala'ya ibadətlərində şərik qoşmasın. Aydındır? Və fikir verin. Və Allah Taala o ayədən bir dənə qısa fayda deyim inşallah. Deməli Allah Taala deyir ki, ərəb dilində tövkid deyilən bir şey var, gücləndirmə, mənanı qüvvətləndirmə. Bu da deməli müxtəlif yollarla olur, düzdür. Amma fikir verin, Allah Taala bayaq dediyim ayədə deyir ki, la yaqulunallah. Oradakı birinci ləm feilin özü yaqulundur. Və oradakı bir dənə başında gələn ləmlə, sonunda gələn o şəddəli bir dənə nun var, bəlkə də oxuyanda görmüsünüz o Quranı. İki dənə tövhidi yan-yana gətirir Allah Taala. İki dənə tövhid. Bu siz nə deməkdir? And deməkdir, qardaşlar. Yəni Allah Taala and etsin ki, Allaha and olsun ki, onlar deyəcəklər ki, Allahdır. Çünki Allah Taala bilirdi ki, onlar Allahın rububiyyəsinə yarımçıq da olsa iman gətirirdilər. Yarımçıq da olsa. Bəzi qardaşlar var, görürsən ki, Allah kömək olsun. Yəni deyirlər ki, xətalardandır bu ki, Məkkə müşrikləri rububiyyə tövhidində muvahhid idilər. Yəni rububiyyə tövhidi onlarda 100% idi. Yox qardaş, bu xətadır. Məkkə müşriklərində tövhidin o həmin rububiyyə tövhidinin bir qismi var idi sadəcə. Bir qismi var idi, tam deyildi. Məsələn, soruşan olsa ki, qiyamət günü öldükdən sonra diriltmək hansı tövhidə daxildir? Uluhiyyəyə yoxsa rububiyyəyə? Kim deyər? Rububiyyət tövhidinə. Aysa, əhsən. İndi sual vermək lazımdır ki, Məkkə müşrikləri öldükdən sonra dirilməyə inanırdılar. İnkar edirəm. Mən Quranda nəsə yerdə gəldi ki, bəyan tövhidi kim diriləcək? Sünnətlərin üçün yazılan inkar edirəm. Aysa. Yəni bu o deməkdir ki, Məkkə müşriklərində heç rububiyyə tövhidi də kamil deyildi, qardaşlar. Bunu yadınızda saxlayın. Yəni o səhvi buraxmayın ki, heç vaxt deməyəsiniz ki, Məkkə müşrikləri rububiyyə tövhidində muvahhid idilər. Yəni təkləşdirirlər. Yox, onların o qədər problemi var ki, subhanallah. Yaxşı, dedik ki, tövhidlə təslim olmaq. İslamın tərifindən tövhidi də dedik ki, təkləşdirməkdir və üç növə mütləq insan iman gətirməlidir ki, muvahhid olsun, tövhid əhli olsun. Və indi inşallah bu üç növün də bir arada gəldiyi, kimsə sizə desə ki, ay İbrahim, ay Hüsü qardaş, ay nə bilim Pərvin qardaş, Vüsal qardaş, ay qardaşlar, bu tövhidin üç qismini hardan götürmüsünüz qardaş? Hardan var bu? Quranda mı var, sünnədə mi var deyib ki, tövhid üç qismə bölünür? Bu hardan çıxıbdı ortaya? Bəziləri də deyirlər ki, bidət əhli var, deyir ki, yox, bu İbn Teymiyənin, Muhammed ibn Abdülvahhabın uydurduğu şeylərdir. Tövhidin üç qismi deyilən bir şey yoxdur. Hardan götürmüsünüz? Harda yazılıb bu? Kim buna cavab versə, ona yəni ərəblər deyirlər ki, aləmə kəmilə, yəni kamil əlamət. Kim deyə bilər? Biz onu hardan götürmüşük? Biri desə ki, isbat elə bunu. Nə qoya bilərik ortalığa ki, bax, mənim iman elədiyim uluhiyyə, rububiyyə, ad və sifət, bax, buradadır. Kim qoya bilər ortalığa? Bismillah. Ay tövhid aslanları, buyurun. Fatihə surəsindən İxlas surəsində əsas edir. Fatihə surəsindən İxlas surəsi, hə? Bəli. Yaxşı. Bəli. Necə? Buyurun. Az və sənə tövhidin isbatını deyə bilərəm inşallah. Yox, bax indi mən tutaq ki, elə adamam ki, cədəlləşməyi sevirəm. Deyirəm ki, yox, mən bir dənə ayə gətir, 3-4 dənə yerdən gətirmə.
Bir dənə faydasıyla bağlı bilirəm ki, aya başlayır, ən gözəl adlar Allah'a məxsusdur. Allah'a yalnız bağlılara çağırır. Yəni məncə bu Allahın adresində mənə dəlil ola bilər. İxlas surəsi deyil mi? İxlasda məsələn Allah Evet, esnafta deyir ki Allah təkdir. Bu birinci. Aha. İkinci böyünə, biz yalnız sənə həmd edir və yalnız səndən istəyirik. Yalnız sənə ibadət edirik. Üçüncü də çəkinmək şirkdən, o da. Üçündə bir ayədə olmalı, qardaşlar. Yaxşı, İxlas desən, deyəcəm ki, qul huvallahu əhəd. Yaxşı, buradan çıxdı ki, Allah təkdir, hə? Yaxşı, sonra bu ayənin içində necə tövhidin növünü satmaq olar? Allah Saməd ehtiyacsızdır. İkinci ayəyə getdin axı. Hə, yəni birinci ayəni deyəcək. Hə, bir dənə ayədən gətir qardaş, mən iki dənə istəmirəm. Yaxşı. Məryəm surəsi 65-ci ayə. Kimdən də musaf var bir dəqiqə? Və yaxud da ki, tərcümə. Məndə var. Məndə var. Mən eləsiz deyə axtardım, elə Məryəm surəsi 65-ci ayə gəldi. Bəli. Oxuya bilərsiniz? Göy və yerin Kim? Rus dilində indi oxuyuram, tərcümə edeyim də. Göy və yerin tanrısı Yox, onu da və saxla. ona Tanrı deyil. Buyur, buyur. 53. 35. Kutuda oxum Məryəm. Böyle. 56. 65. 65. Kur'an kitabı. Bismillahirrahmanirrahim. 65. 65. Göster. Bismillah. O göylerin yerin ve onların arasında olanların Rabbidir. Saxla. Bir, o göydə və yerdə olanların Rəbbidir. Hansı tövhiddir bu? Rububiyyətdir. Ay sağ ol. Əhsən. Sonra davam elə. Öyleyse yalnız ona ibadet et ve ona ibadetle səbirli ol. İbadette səbirli ol. Hansı tövhiddir bu? 2. Rububiyyətdir. Uluhiyyət. Əhsən. Sonra Heç ona oxşarını tanıyırsan mı? bu hansıdır? Adresi. Vəssalam. Bax bunu gözəl şəkildə əzbər yadınızda saxlayın. Kimsə desə ki, biz tövhidi hardan götürmüşük? Deyilən ki, bax bu ayə. Bir ayədə tövhidin üç növdə zikr olunur. Rəbdi, ibadət elə, onun bənzəri heç bir şey yoxdur. İnşallah sizdən yəni sizin barədə zənnim o qədər yaxşıdır ki, mən zənn edirəm ki, inşallah gələn dərs bunu su kimi ərəbcəsini əzbərləyəsiniz bu ayəni. Çətin bir şey yoxdur, elhamdülillah. Rabbus semavati vel ard və ma beynəhuma fa'budhu wastabir li ibadati hal ta'lamu lahu samiyya. Vəssalam. Tamam? İnşallah. Yaxşı, bu da belə getdi. İnşallah bu tövhidin növləri barədə uzun gələcək mövzularda danışacağıq Allahın izni ilə. Hələ ki bu kitabda yox. Yəni istəyirəm çox belə yorğunluq olmasın deyə. Yaxşımı qardaşlar? İnşallah bunun üstündə davam edəcəyik. Yaxşı, indi keçirik Cəbrail hədisindəki növbəti, yəni şəhadətdən sonraki məsələyə. Və Cəbrail əleyhissalam soruşanda ki, İslam nədir? Sonra Allah Nəbisi sallallahu aleyhi və səlləm deyir ki, nədir? Tuqiməs salah. Namaz qılmaq. Namaz qılmaq. Namazın tərifi nədir, kim deyər? Söz və əməllər. Deyəsən bu gün təriflərlə çox yordum siz, eləmi? Salamla başlayıb, Aha, bismillah. təkbirlə başlayıb, salamla bitən, Aha, təkbirlə başlayıb, salamla bitən, təkbirlə başlayıb, salamla bitən, Allaha yaxınlaşdırır əməlmi, yoxsa məsəl yadına çıxdı? Pərvin qardaşın gətirdiyi tərifi kim tamamlayar, qardaşlar? Var mı kim desə başqa nəsə? Təkbirlə başlayıb, salamla bitən. Baxın. İbadətun zatu aqvalin və əf'alin məxsusa. İftutihə bit-təkbir və intəhət bit-təslim. Və intəhət bit-təslim. Nə deməkdir? İbadətdir, xas sözlər və əməllər olan, təkbirlə başlayıb, salamla bitən ibadətdir. Vəssalam. Çətin heç nə yoxdur inşallah. Yaxşı, kim təkrar eləyər? Bir də deyirəm. Təkbirlə başlayıb, salamla bitən
xas sözlər və əməllər olan ibadətdir. Yaxşı? Bəli. Yaxşı. Biridirsə ki, indi sizdən rəddiyə istəyirəm. Niyə görə bunu deyirəm? Bax, yadınızda saxlayın qardaşlar. İndi qabaqda çox məsələlər gələcək. Bax, tövhid məsələlərindən gələcək, ondan da sizə şübhə atacağam. Bu ibadət məsələləri gələcək, ondan da sizə şübhə atacağım. Ad və sifət olsun, ən çox da ad və sifət məsələlərində gələcək, ondan da sizə şübhə atacağam ki, cavab verin buna. Çünki niyə görə? Baxın, axır vaxtlarda Allahın müstəhan, o qədər bidət əhli çoxalıb ki, qardaşlar, vallahi. Allahümmə səllim. Allahım bizi salamat et. Allahım bizi salamat et. Sabit et ya Rabbi. O qədər bidət əhli çoxalıb ki, artıq salamat qalmaq, o necə ki alimlərdən bəziləri deyir ki, sən deyir, azana deyir təəccüblənmə deyir. Azan adama, azıb gedən adama təəccüblənmə. Sabit qalan adama təəccüblən ki, görürsən bu neyniyib ki, sabit qalıb. Ona görə də Allaha çoxlu dua etmək lazımdır və dinimizi öyrənmək lazımdır axı. Yəni dini öyrənməsən insanın azmağı vallahi asandır. Görürsən bu günlərin neçə qardaşlar gedirlər təkfirçi olurlar. Təkfir fitnəsinə düşürlər. Neçə qardaşlar gedirlər, nə bilim, Əşari olurlar, Maturidi olurlar, nə bilim, nə olurlar. O qədər firqə var ki. Tövhiddən hazır gedir Sufi olur, nə bilim, Rafizə olur. Niyə görə? Çünki elm yoxdur. Birincisi səbəb kimi elm yoxdur yəni. Şübhəsiz ki, Allah Taala'nın o deyirlər ki, sabit saxlayan Allahdır. Bildik. Allahdır sabit saxlayan, bəli. Amma Allah Taala səni sabit saxlaması üçün səbəbdən tutmalısan qardaş. Dua eləməlisən və elmin olmalıdır. Öyrənməlisən. Yəni Allah da sabit saxlayan deyib elmi tərk eləsən, necə olacaq belə yaxşı? Ona görə də öyrənmək lazımdır, Allaha çox dua etmək lazımdır ki, Allah məni sabit saxla. Yaxşı, biri desə ki, məsələn, deyir ki, İbrahim qardaş, salə deyirsiniz, namaz qılmaq, salə. Yaxşı, mən lüğəti araşdırıram, baxıram, görürəm, salə dua eləməkdir. Mən 5 vaxt Allaha dua eləsəm nə olar ki? Namaz özən bir sualdır. Şərətin müqavilə olur. Şərətin yəni necə gəlirsə, yəni eləmək lazımdır. Dua öz dəstürsən bir ibadətdir. Lakin yəni o şərətdən necə gəlirsə namaz, ona uyğun etmək lazımdır. Deyir, bildim, mən deyir, məsələn, mən baxıram Quranda elə deyir ki, 5 vaxt namaz, məsələn, 5 vaxt salə qıl, məsələn də. Yəni, niyə görə deyirəm, bu şübhəni atanlar var ha, bu bidət əhli var. Deyirlər ki, namazın lüğətdə tərifi duadır. Mən 5 vaxt dua edirəm, bəs eləyir. Yaxşı, buna nə cür cavab vermək olar ki, yəni, bu adam mutmain olsun qəlbi ki, yəni, bu lüğətdə dua deməyi eyni mənanı, yəni, şəriətdə də bu deməyi gərəkdirməsin. Necə cavab vermək olar ona? Nə demək olar ki, qardaş, sən səhv başa düşmüsən, ay qardaş. Salə, burada qəsd olunan namazdır, duadır. Bayaqdan o sən namazın tərifini verdin, təşbirlə başlayıb salma bir dənə. Xas sözlər, yəni ona ibadət olması. Yəni onu deyə bilərik çünki dediyi ki, namaz duadır. Bunun məsəl üçün lüğəti mənasıdır. Amma şəri mənasında dediyi ki, məsələn, onu təşbirlə başlayıb salma bir dənə. Yəni xas söz və əməllərdən olan ibadət olması. Yəni əməllər var da orada. Yəni duada, yəni bir-birini oxşamır. Bu yəni dediyi ki, bir adam deyir ki, mən sadəcə dua edirəm. Yəni şəri mənada uyğun gəlmir. Misal verə bilərsən buna? Məsələn, misal da ver arxayın olum da, deyim ki, İbrahim düz deyir. Məsələn, elə şey gətir ki, lüğətdə eyni şey olsun, amma şəri mənada ayrılsın. Gətirəm məsələn deyəcəm ki, gətirəm. Bidət sözü yenilik deməkdir. Yəni lüğət mənada. Bu məsəl üçün deyirəm ki, qələmi və telefonda bu bir yenilikdir. Amma şəri mənada amma yəni dində olmayan bir şey sonra yəni dinə gətirmək, yəni bidət şəri mənada burada yenilikdir. Yəni dində olmayan bir şey dinə gətirmək. Amma bidət məsəl üçün hər bir şey bidətdir. Məsələn, deyək ki, telefon bir bidətdir, yenilikdir. Maşın olsun və başqa şeylər. Amma şəri mənada nə deyir? Yəni dinə sonradan gətirilmiş bir şey. Yəni din hökm olduğu iddia edilən. Onda da yaxşı, mən deyəcəm ki, sən dünyavi ilə axirəti niyə ayırırsan ki? Yəni sən dünyavi ilə axirəti misal gətirdin. Mən deyirəm ki, elə şey gətir ki, İbrahim, elə şey gətir ki, lüğətdə eyni şey olsun, amma şəri tərifi ayrılsın. Yenə bax, bu da dünyavi mənada da yenilik deməkdir də. Bir var onun məzmun forması, var məmduh. Yəni nə deməkdir? Təriflənən forması var bidətin və yaxud da ki, məzəmmət olmuş forması var. Məzəmmət olmuş forması dinə gətirilən yenilikdir, amma təriflənən forması dünyavi cəhətdən yenilikdir. Bu başqa şey. Amma mən deyirəm ki, elə bir şey gətir ki, tərifdə eyni şey olsunlar, lüğətcə eyni şey olsunlar, amma şəriətdə bu ayrılsın ki, qardaş, bu başqa şeydir, bu başqa şeydir. Elə şey ola bilər, isim müştərək deyirlər buna. Müştərək isimdir. Məsələn, mən də deyirəm ki, salat müştərək isimdirsə, onda mən dua mənasını götürürəm da. Nə eybi var ki burada?
Bizim bir müəllimimiz vardı, həmişə belə fikirləşəndə deyir ki, şəğl muxaq. Yəni beynini işlət. Yaxşı. Və indi bir dənə misal verəcəm, inşallah başa düşəsiniz. Və bu misalı ən çox ad və sifət tövhidində gətirirlər qardaşlar. Bunu sizdən əzbər tələb eləmirəm. Yəni bu sadəcə məlumat kimi, fayda kimi deyirəm. Bu qabaqda gələcək inşallah. Baxın, bidət əhli deyir ki, məsəl ki, götür Muattilə. Muattilə yəqin eşitmisiniz. Allah Taala'nın ad və sifətlərini inkar edənlər. Deyirlər ki, mən desəm ki, məsəl üçün Allah Taala'nın qədəm sifəti gəlib də. Məsəl üçün götürək əl sifəti. Elə yadullah. Allahın əlini inkar etməkdən ötürü deyir ki, mən desəm ki, Allahın əli var, mənim də əlim var da. Yox, mən Allahı məxluqa oxşadıram. İnkar eləyir. Biz onlara, əhlüsünnə onlara gözəl bir qayda gətirir. Deyir ki, lüğətdə bir şeyin eyni olması şəri anlamda da eyni olması demək deyil. Həqiqətdə eyni olması demək deyil. Lüğətdə eyni olması, həqiqətdə eyni olması demək deyil. Məsələn, bax, ortaq bir ad götür. Əl. Eləmi? Məsələn, deyirəm ki, meymunun da əli var, mənim də əlim var. Məsələn, götür ayaq. Mənim də ayağım var, qarışqanın da ayağı var. İsimdə müştərəkdir. İkisi də isimdə eynidir, eləmi? Lüğətdə eynidirlər də. Ayaq ayaqdır da, düzdürmü qardaşlar? Mənim də ayağım var, filin də ayağı var. Amma həqiqətdə bu eyni oldu, yoxsa olmadı? Ay, sağ ol. Həqiqətdə eyni olmadı. Çünki filin ayağına oxşuyur mənim ayağım. Hə. Yəni filin ayağına oxşuyur mənim ayağım. Oxşamır. Filin ayağı başqa şeydir, mənim ayağım başqa şeydir. Ona görə də əhlüsünnə bu qaydanı gətirəndə deyir ki, qaydanı kamil şəkildə inşallah tövhidin növlərini gizli gedəcək. Qaydanı gətirəndə deyir ki, isimdə eyni olması, həqiqətdə də eyni olması anlamına gəlmir. Və eləcə də namaz. Namaz isimdə eyni olsa da, lüğətdə eyni olsa da, dua mənasında gəlsə də. Amma şəri mənasında dua demək deyil. Şəriətə baxırsan ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu bizə necə öyrədib? 5 vaxt əlini qaldırıb dua ilə kim öyrədib? Yox. Allah Resulü sallallahu aleyhi və səlləm bizə təkbirlə başlamağı, təslimlə qurtarmağı, səcdəni, rükunu əmr edib. Düzdürmü? Başa düşdünüz indi inşallah. Yəni İbrahim qardaş, mən demirəm siz orada, yəni dediniz əlhəmdülillah. Sadəcə orada bir qaydanın izah lazım idi. Barakallahu fikum. Amma belə düzdür, doğrudur. Yəni bir şeyin isimdə eyni olması, həqiqətdə eyni olması demək deyil. İnşallah verməyəm. Bəli, buyur. Orada dediniz ki, məsələn, əl misal çəkdiniz, düz deyil. Hə? Ondan misalı bayaqki Məryəm surəsindəki ayəni gətirə bilər. Çünki ayən sonra dediyi ki, onu oxşar ola bilərmi? Yəni burada inkar dərsində doğru, yəni oxşar olmadığını bildirir orada. Hə, elədir. Yəni əslində ad və sifətlərində qaydadır bu. Bax, məsələdən istəmirəm çox uzaqlaşam, şaxələnsin istəmirəm, çünki fikir dağılır. Fayda kimi inşallah deyirəm. Bax, isim və sifət tövhidində ümumiyyətlə 3 cürdür. İsim və sifət tövhidində iman, inkar və 3-cü mərhələ. Birinci məsələ ad və sifət tövhidində təsdiqdir. Ad və sifətdə Allah Subhanahu taalanın ad və sifətlərinə iman eləyirsən, təsdiqləyirsən təfsilatla. İman gətirsən təfsilatla. Nə deməkdir bu? Məsələn, Allah Taala'nın ad və sifətlərini təfsilatla iman gətirmək odur ki, sən deyirsən ki, Allah Taala xaliqdir, Allah Taala raziqdir, təfsilata gəlsən, düzdürmü? Yəni tərifləyirsən də Allahı. Təfsilat o deməkdir ki, yəni daha da dərinliyinə gedirsən. Məsələn, bir insan desən ki, Allah Taala bu misaldan uzadır. Məsələn, deyirəm ki, İbrahim cömərd adamdır, mərddir, əl açıqdır, namaz qılandır, ibadət əhlidir. Sayıram, düzdürmü? Bu sənin xoşuna gəlir, eləmi İbrahim? Allah bu misallardan uzadır və Allah Taala'nın ad və sifətində inkar və isbatda bu cürdür. İsbat edirsən təfsilatla. Bu Allahın xoşuna gedir. Yəni Allah bunu sevir ki, qul onu təfsilatla tərifləsin. Allah Taala raziqdir, huvel-əvvəl vəl-əxir vəl-zahir vəl-batin. Görsən ayələr çoxdur. Və huves-semiyul alim. Allah Taala'nın tərifində olur. Allah Taala bunu sevir. Amma inkara gəldikdə isə ad və sifətdə inkar edirsən, burada ümumi inkar edirsən. Təfsilata getmirsən. Məsələn, yenə də misal çəkirəm. Məsələn, desəm ki, İbrahim, sən yəni üzündən İraq, üzündən uzaq, sadəcə misal kimi deyirəm bunu. Deyirəm ki, məsəl üçün sən yaraşıqlısan, məsələn, sən meymuna oxşamırsan, ilana oxşamırsan, məsələn, tülkiyə oxşamırsan, əuzubillah. Bu əslində bunu sənə desəm, bu tərif deyil, düzdürmü, qardaş? Bu əslində pisləməkdir. Sən bunu xoşlamazsan, bunu sənə desəm. Və Allah Taala bu misallardan uzadır. Allah Taala bu misallardan uzadır.
Yəni Allah Taalanı münəzzəh etmək, Allahdan inkar etmək, uzaqlaşdırmaq da bu cürdür. Bax biz deyirik ki, Subhanallah. Düzdürmü? Allah Taala bütün naqis sifətlərdən ucadır. Və təhsilata getmədik. Demədik ki, ya Rabbi sən yeyən dörsən, içən dörsən, nə bilim mən filan şey eləyən dörsən filan. Yox, çünki Allah Taala bunu sevmir. Deməli ümumi qayda nə çıxdı? Biz Allahın ad və sifətlərini təfsilatla isbat edirik, tərifləyirik. Ümumi şəkildə isə inkar edirik. Təfsilata getmədən. Aydın oldu qardaş? Bəli. Vəssalam. İndi orada üçüncü məsələ də var ki, orada nə inkar var, nə təsdiq var. O da inşallah gələcək dərslərdə, yəni ağıllar qarışmasın deyə. Yaxşı, onu da deyirəm. Bax, şəriət deyir ki, elə bir məqam var ki, Allah Taala yəni o məqamda nə isbat edirsən, nə də inkar edirsən. Baxırsan sual verənin qəsdinə. Məsələn, biri sual versə ki, Allah cisimdir. Allah cisimdir. Sən şəriətdə bunun nə isbatı gəlmir, nə də təsdiqi. Tapanmazsan ki, deyirsin ki, Allah cisim deyil. Və yaxud da deyirsin ki, Allah cisimdir. Nə inkar var, nə təsdiq. Susursan. Aydındır. Ta ki, sual verənin o məqsədi sənə çatıncaya qədər. Məsələn, desə ki, sual verən desən ki, sən nə qəsd edirsən, qardaş, Allah cisim deyəndə. Desə ki, sənə əgər mən qəsd edirəm ki, Allah Taala zatı varlıqdır. Bu mənada deyirəm. Onda deyirəm ki, sənin sözün düzdür. Amma sələflərdən heç kim Allahı bu cür tanıtmayıb. Yəni ehtiyac yoxdur. Bu birinci məsələ. İkinci məsələdə əgər sual verən desə ki, yox, mən cisim deyəndə qəsd edirəm ki, yəni Allah bizim kimidir. Yəni deyirsən ki, ya auzubillah. Sən muşabbihəsən yoxsa mücəssimə? Aydındır. Həl tə'ləmu lehu semiyyə leysə kemislihi şeyun. Onun mislində heç bir şey yox. İnşallah ki, aydın oldu. Yaxşı. Dedik ki, namazın tərifini də inşallah yazıb göndərəcəm sizə. Namazı da bildik. Və sonra Cəbrail əleyhissalam soruşanda Peyğəmbər sallallahu əleyhi və səlləm davam edir ki, və tu'tiyəz zəkə. Zəkat vermək. Zəkat vermək də yadınızda qalsın ki, qardaşlar, fiqh dərsi keçəndə inşallah bu əqidəni qutaraq keçəcək fiqh dərsinə. Fiqhdə keçəndə orada qeyd edəcək ki, zəkat da nədən olur? Deməli 85 qram qızıldan, əgər sənin mal varlığın 85 qram qızıla çatarsa və yaxud da ki 500, 70, 60, 80 qram gümüşə çatarsa. Və bu halda deməli ondan 2,5-ni zəkat verirsən 1 il tamamlanandan sonra. Təfsilata getmirəm, çünki təfsilat fiqh dərslərində gələcək inşallah. Və zəkat vacibdir. Allah Subhanahu taala harda namazı zikr edirsə, və əqimus-salə və ətiyəz zəkə. Və zəkatı da orada qeyd eləyir. Və zəkatla tarixdə yadda qalan sahabə kim olub, kim deyər? Əbu Bəkir radiyallahu Əhsən. Yəni oradakı Peyğəmbər sallallahu əleyhi və səlləm dönəmindən sonra bir fitnə ortaya çıxdı ki, bəziləri dedilər ki, biz zəkatı ancaq Allah Rasuluna veririk və onun vəfatından sonra heç kimə zəkat verməyəcəyik. Əbu Bəkir radiyallahu anh döyüşdü onlarla. Niyə görə? Çünki zəkatı inkar edən insan dindən çıxır. Zəkatın inkarı insan dindən çıxardır. Və sonra buyurur ki, və təsum Ramazan və Ramazan orucu tutmaq. Ramazan orucu tutmaq da 1 ay müddətindədir və o da deməli bədəni iftar edən şeylərdən saxlamaqdır. Min tulu el-fəcr ilə qurubiş şəms. Yəni fəcr çıxandan ta ki günəş batana qədər mə'an niyyə. Yəni niyyət eləməklə. Niyyət vacibdir. Və sonra buyurur ki, və Ramazan orucunu da yəqin ki şeydə bilirsiniz. Allah Subhanahu taala buyurur ki, sizdən əvvəlkilərə oruc vacib olduğu kimi sizə də oruc tutmaq vacib edildi. Və sonra buyurur ki, və tahujjal beytə in istata'ta ilayhi sabila. Və sonra 5-cidə isə, yəni gücün çatdığın qədər deməli nə etməlisən? O evi həcc etməlisən, həccə getməlisən. Və burada da bəzi alimlər deyirlər ki, yəni sənin o gücün çatmaq nə deməkdir? Yəni insanın gücü çatması o deməkdir ki, yəni sənin miniyin olmalıdır və azuqan olmalıdır. Yəni o həcc elədiyin müddətdə səni ora aparıb gətirəcək minik və orada səni idarə edəcək qədər yeyib içməyin. Yəni bu da günümüzdə nə deməkdir? Yəni samolyot pulu, bir də orada yeyib içmək pulu. Yəni, indi Allahın müstəhan, indi bizdəki qiymətlər, qiyamət günü Allah Subhanahu taala hər şeyin intiqamını alacaq. Yəni görürsən ki, subhanallah, həcc qiymətləri nələrdir, subhanallah. Allah Subhanahu taala hər bir müsəlmana, qəlbində istəyi olan müsəlmana nəsib eləsin. Allahumma amin. Və sonra gəlir ki, qardaşlar, həmin bu İslamın 5 şərtindən sonra şəhadət, namaz, oruc, zəkat, həcc. Və bunu da yadda saxlayın ki, yenə də təfsilata getmirəm. İnsan şəhadət gətirməklə İslam'a daxil olur və şəhadəti pozacaq şeylərlə də İslamdan çıxır. Və digər məsələlər də o istər namazın tərki olsun, digər əməllərin tərki olsun, o 5 dənə saydığımız, orada isə alimlər ixtilaf ediblər. Doğrusunu Allah bilir. Sonra gəlir qardaşlar, ərkanul iman, imanın rükunları. İnşallah gələn dərsimizdə, bugün burada tamamlayırıq. İnşallah gələn dərsimizdə
İman nədir? İmanın tərifi, onun neçə rükünü var? Yəni bu da həmçinin Cəbrayıl hədisindən davam eləyəcək inşallah. Yəni bunları da yazdıracağıq. Allah Taala'nın izni, Allah Taala müvəffəq eləsin. Allah Taala bizləri ixlas eləsin. Onun dinini öyrənən və yayan qullarından eləsin. Allahümmə amin ya rabbel alamin. Başqa sual? Bəli. Allah razı olsun. Dünənki məsələni nə sıra bilərik? Dünən demişdim, mən atmış sizə bu sünnə məsələsində izaman. Hə. Vaxt var. Çatar mı? Vaxtını qısa bir izah edərsiniz onu. Ya, deməli, yəni ümumiyyətlə bax əziz qardaşlar, bir şey yadınızda saxlayın ki, bir şeyin sünnə olub olmaması, yəni bu əslində böyük bir məsələ deyil. Yəni o cəhətdən ki, ta ki onun üstündə dostluq düşmənlik qurasan. Bəzi adamlar var, Allahın üstünə, Allah yardım eləsin. Yəni bəzən görürsən ki, insanın fəhminin dar olmasından dolayı belə şeylərdən ötürü aralarında ixtilaf yaradırlar ki, bu sünnə, sən niyə sünnə demədin? O yox belə. Nəysə, biz hökmünə qalanda isə vallahi ələm, hicam elətdirmək sünnə deyil qardaş. Hicam elətdirmək sadəcə Peyğəmbər sallallahu əleyhi və səlləmin tibbidir. Tibb. Sadəcə orada alimlər bəzi məsələlər var hədisdə. O məsələdə ixtilaf ediblər ki, bu sünnə hökmünə girir yoxsa yox. Məsələn, əsasən o deməli rivayət gəlir ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm meraca qalxanda orada deməli mələklər deyir hər qatda ki, get ümmətinə əmr elə ki, hicam eləsinlər. Və alimlər buna görə ixtilafa düşüblər axı. Ki, yəni buradakı əmr nədir? Sünnəyə ədalət edir ya eləmir. Olmağına sünnə olaraq sünnədə gəlib, bəli. Yəni hədislərlə varid olub da bu. Amma hökmü nədir? Bunu eləmək insana savab qazandırır, yoxsa qazandırmır? Bu məsələ odur. Bu tibb nəbəvidən sayılır, yoxsa məsələn tibb nəbəvinin hamısı adama savab qazandırır? Düzdür. Orada məsələn kimsə deyə bilər ki, məsələn sən yəni niyyətində tutsan ki, Allah Rəsulunun dediyindən tabe olmaq, bu başqa şeydir qardaş. Bu başqa şeydir. İnsan onda yeyib içməklə də savab qazanır. Bu sünnədir deməli, yeyib içmək. Yox, bu tamam başqa məsələlərdir. Hətta sizə bir şey deyim qardaşlar. Bax Allah Taala'nın biz bilirik ki, ümumi şəkildə əmr elədiyi şeylər nədir? Vacibliyə dəlalət edir, eləmir? Allah əmr eləyir. Mikrofonu aç. Vacibliyə dəlalət edir. Əmrdir çünki. Mən deyirəm ki, yox, dəlalət eləmir. Çünki Allah Taala bəzən görürsən ki, əmr eləyir, amma müstəhəbdir. Məsələn, elə yerinə düşdüm misal. Bir dəqiqə. Allah Taala buyurur ki, فَإِذَا قُدِيَتِ الصَّلَاةُ فَانْتَشِرُوا فِي الْأَرْضِ وَابْتَغُوا مِنْ فَضْلِ اللّٰهِ وَاذْكُرُوا اللّٰهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ. Elə ki, deyir, cümə namazını qıldınız, yayılın, deyir, yer üzərinə, yayılın. Ruzi dalına düşün da, yəni. Allahın fəzləti ilə. Yaxşı, sual verirəm. Kimsə cümə namazını qıldı, getmədi ruzi dalına. Getdi, oturdu, evdə yatdı, istirahət elədi. Haram olur. Əgər desən ki, Allahın əmri vacibliyə dəlalət eləyir. Görürsən. Məsələ yəni sadəcə əmrdirsə vacibdir deməkdir qardaş. Və yaxud da əmrdirsə sünnədir deməkdir. O qədər yəni orada təfsilatlar genişdir. Və alimlər bunun haqqında danışıblar. Yəni İbn Seym rahimehullahın səs yazısı var, ondan sonra digər alimlərin də var ki, bunu Peyğəmbər sallallahu əleyhi və səlləm tibbindən görüblər. Adam var məsələn, hicam elətdirə bilmir qardaş. Var da elə adam var. Və qorxur. Adam var ümumiyyətlə yəni heç ondan xəbəri yoxdur. Adam var hər ay elətdirir. Yəni bu adama görə də, ona görə də sünnə elə bir şeydir ki, sünnəyə ən azından insan gəlir ömründə bir dəfə əməl eləsin. Amma adam var bundan ümumiyyətlə uzaqdır. Yəni alə kulli hal hicam elətdirmək sünnədir və yaxud da deyil. Bu məsələ deyil axı. Sadəcə bilirsən ki, hədisdə belə bir şey var. Vəssalam. Gücün çatırsa elətdir. Şəfa var. Çatmırsa da o məsələlərə girişmə. Doğrusunu Allah bilir. Başqa sualı olan, təklifi olan nəsə var mı qardaşlar? Allah sizə bərəkət versin. Salam aleyküm. Bir də mənim bir sualım var. Dərs barədədir. Dərslər. Elə bir ki, bir qonşum var mənim. Ondan elə belə bu İslam haqqında danışırdıq. Dedi ki, bəs bu indi gələn hədislərin çoxu səhvdir. Bu hədislərə deyir, ancaq Quranla gedir. Siz o indi soruşmaq istəyirəm, siz o qonşunuz mühəddisdir? Yox, yəni soruşmaq istəyirdim ki, yəni buna